Om Namo Bhagavate Vasudevaya. Bhagavad Gita fəsil 16, mətn 19. Xoş gördük Bhagavad Gita'nın dəyərli dinləyicilərim. Bhagavad Gita'nın 16-cı fəslinin adı ilahi və Allahsız təbiətlərin təsviri və yaxud da Daiva Asura Sampad Vibhaga Yoga. Daiva Asura Sampad Vibhaga Yoga. Bu 19-cu mətindir. Burada Allah Ali şəxs, Tanrı şəxsən özü, hər kəsin qəlbində olan, insanın Allahsız meyillərini, Allahsız təbiətini, Allahsız dünya görüşünü təsvir edir. Allahsız, Rus dilində bunu yazıblar demonik, demonический природа. Azərbaycanla nə üçünsə tərcümə ediblər Allahsız. Demonik. Demonu canlı varlıqlardır, maddi dünyada Tanrı tərəfindən yaranıblar. Onlar demonik düşüncə tərzinə malikdirlər, dünya görüşünə. Və biz də onun təsir altına düşməyə meyilliyik. Biz təsir altına düşməyə meyilliyik biz. Ya bura, ya bura, ya ilahi təsir altına düşürük, ya demonik. Ya Krishna xidmət edirik, ya onun illüzor enerjisinə. 19-cu mətnin sanskriti belədir. Tan aham dvishatah kururan. Tan aham dvishatah kururan. Samsareshu naradhaman. Samsareshu naradhaman. Kshipami. Kshipami. Ajasram ashubhan. Kshipami. Ajasram ashubhan. Asurishveva yonishu. Asurishvi eva yonishu. Şanta Allah Ali şəxsin dilindən çıxmış sözlər damısı. Beytin Azərbaycan dilində tərcüməsi. Paxılları, bədxasiyyətləri, insanların ən düşkünlərini mən daim maddi mövcudiyyət okeanına, Allahsız təbiətli müxtəlif həyat formalarına salıram. Krishna deyir. Paxılları, bədxasiyyətləri, insanlardan ən düşkünlərini mən daim maddi mövcudiyyət okeanına, Allahsız təbiətli müxtəlif həyat formalarına salıram. Bhaktivedanta Swami Srila Prabhupādanın hazırki beytə izahı. Bu beytdə aydın şəkildə deyilir ki, hər hansı fərdi canın müəyyən bədəndə yerləşdirilməsi ali iradənin ixtiyarındadır. Allahsız adam Tanrının ali hakimiyyətini qəbul etməsə də, istədiyi kimi hərəkət edə bilsə də, onun növbəti doğuluşu öz istədiyindən deyil, Allah Ali şəxsin qərarından asılıdır. Belə bir söz deyirik biz. Hər hərəkətində müstəqilsən, azadsan. Sözündə, düşüncəndə həmən müstəqilliyin var, düzdür. Amma onların gətirdiyi nəticələrdən azad deyilsən. O budur. Şirmad Bhagavatamın 3-cü nəğməsində deyilir ki, fərdi can ölümdən sonra ana bətninə yerləşdirilir və ali qüvvənin nəzarəti altında orada müəyyən növ bədən alır. Buna görə maddi dünyada biz bu qədər böyük formalar, bu qədər həyat formalarına, həyat formalarına, heyvanlara, həşəratlara, insanlara və başqalarına rast gəlirik. Bunların hamısı ali qüvvə tərəfindən təşkil olunmuşdur. Bütün bunlar təsadüfi deyildir. Təsadüf qanunu burada işləmir. Qanuna uyğundur hər şey. Allahsızlar haqqında burada aydın şəkildə deyilir ki, onlar hər dəfə Allahsızların bətninə yerləşdirilir. Və beləliklə də daim paxıl və rəzil olurlar. Cəngəlliklərdə yaşayan ovçu qəbilələri buna misal ola bilər. Cəngəlliklərdə yaşayan ovçu qəbilələri buna misal ola bilər. Bu cür Allahsızlar daim şəhvətlə dolu, təcavüzkar, kinli və natəmiz olurlar. Bu cür Allahsızlar daim şəhvətlə dolu, təcavüzkar, kinli və natəmiz olurlar. Cəngəlliklərdə yaşayan ovçu qəbilələri buna misal ola bilər. Bu Bhaktivedanta Swami Srila Prabhupādanın Bhagavad Gita'nın ilahi və Allahsız təbiətlərin təsviri adlanan 16-cı fəslinin 19-cu mətnə verdiyi izah edim. Beləcə Shri Krishna
davam eləyir. Yəni indi əməlləri, əlamətləri sadaladıqdan sonra Krishna 19-cu mətndən o tərəfə Krishna 19, 20, 21, 22, 23 19, 20, 21, 22, 23 5 dənə mətndir. Krishna bunlarda bu cür insanın o öz münasibətini deyir. Öz münasibətini. Bu cür Allahsıza öz münasibətini deyir. Düzdürmü? İndi yani bu cür dünya görüşünü, bu cür həyat tərzini, bu cür Allahsız baxışları nə gözləyir? Allah Ali şəxs özü deyir ki, onların bu cür dünya görüşünün, bu cür nəyin, hərəkətin, bu cür əməlin, bu cür düşüncə tərzinin, bu cür nitqin əvəzi nə olacaqdır? Yəni belə insanı növbəti etapda nə gözləyir? Onun bunun последствиясы deyirlər, bunun nə? Fəsadları hansılar olacaq? Bildiğin nətər? Bunlar indi Krishna sadalayacaq və 24-cü, 23-cü, 24-cü bəndlərdə möhür vuracaq ki, budur. Allahsız insanın taleyi bax budur. Son. Biz görə bilərik ki, Krishna Veda fəlsəfəsində, Şrimad Bhagavatamda konkret olaraq Krishna maddi dünya bu Allahsızlıq dünya görüşündən pikə çatmaq imkanı olanı göndərir bura. Allahsızlıq dünya görüşündə, Allahsızlıq düşüncə tərzində, münasibətlərdə pikə ən alisini, bildiniz nətərim? Gəlir bura. Məsələn, Hiranyakashipu, məsələn, Ravana, məsələn, Kamsa. Allahsızlıqda pikə çatır. O dərəcədə ki, onların da imkanlar olur ki, onlar cənnət planetlərini boşaldırdılar. Ravana ilə Hiranyakashipu cənnət planetlərindən mələkləri qovmuşdular. Bu, bilirsiniz hansı Allahsızdan söhbət gedir? Nəzir kategoriya. Bizim bu planetin üstündəkilər onlarla müqayisədə belə də, oyun oyuncaqdılar. Bizim planetin üstündəki indi bu saatki hazırki dövrün Allahsızları Hiranyakashipu ilə Ravana ilə müqayisədə heç nədilər. Bildinizmi? Hiranyakashipu ilə Ravananın elə bir qüdrəti vardı ki, onlar cənnət planetlərindən mələkləri qovmuşdular. Onları özlərinə tabi eləmişdilər. O dərəcədə Allahsızdan söhbət gedir. Amma qatı Allahsız idilər. Bildiniz? Ravana deyirdi ki, heç bir Veda müdrikliyi bizə lazım deyil. Mən onlarsız yerdən cənnət planetlərinə nə pilləkən qoyacağım. Məsələn, indi aya heç bir müqəddəs kitaba məhəl qoymadan aya məsəl üçün cürbəcür kosmik gəmilərlə getmək istəyirlər. Ay cənnət planetidir. Özü də belə ən belə necə deyirlər, səviyyəli cənnət planetidir. Ona görə də görürsünüz, İslam ənənəsində bütün hər yerdə ayın şəkili var. Ay param. Çünki ay cənnət planetidir. Mömin müsəlmanlar aya göndərirlər. Cənnət planetidir orada. 10 min il orada mələklərin hesabı ilə 10 min il orada həyat tərzidir, yaşamaq. Mələklərin hesabı ilə. Mələklərin hesabı nə deməkdir? Mələklərin hesabı demək ki, onların birliyi bizdə bir sutkadır. Üzr istəyirəm, bizim birliyimiz onlarda bir sutkadır. Onların günü bizdə 6 aydır. Gecəsi də 6 ay olanda sutkası 1 il olur. Onların sutkası bizdə 1 ildir. Onların sutkası bizdə 1 ildir. Ayın üzərində. Bu cür olar, o mələklərin öz hesabı ilə 10 min il orada yaşayırsan. 10 min il. İndi aya deyirlər ki, nə dini təlim lazımdır bizə, nə müqəddəs kitablar. Biz özümüz indi aparat düzəldəcəyik, uçacaq aya. Gedib baxıcı görür orada nə var axı, nətər oran belə cənnət deyirlər. Heç nə yoxdur axı, tozdan, torpaqdan başqa heç nə yoxdur. Belə deyirlər. Görürsünüz, Allah'ın adamın dünya görüşüdür bu. Krishna'nın dediyinə görə, Bhaktivedanta Swami Prabhupa'dan verdiği izaha görə Allahsız adamın dünya görüşü budur. Allahsız sözü nə deməkdir? Hərəkətlərindən, nitqində, düşüncəsində Allahın iradəsini nəzərə almadan, təkəbbürlü lovğa, bundan qabaq dediyi, təkəbbürlü lovğa, məğrur, şəhvətlə, qəzəblə dolu, yalançı qoyuna, saxta nüfuzla aldadılmış, abırsız, var dövlət saxta nüfuzla aldadılmış, özlərindən razı,
Bax, bunlar Allahsız adamın nə gözəl keyfiyyətləridir. Buna deyirlər Allahsız adam. Krishna burada başlayır. Neden deyir? İndi bu cür paxılları, bu cür bədxasiyyətləri, insanların ən düşkünlərini, mən Krishna daim maddi mövcudiyyət okeanına, Allahsız təbiətli müxtəlif həyat formalarına salıram. Krishna. Bildiniz? İndi biz Krishna, mən niyə başladım söhbətimi? Krishna Allahsızlıqda pikə çatmış kimisə göndərir, Hiranyakashipu, Ravana, düzdür? Onlar Allahsızlığın ən güclü formalarını təzahür etdirirlər və onlar o dərəcədə ubijdyonlu, rus demiş ki, ubijdyonlu, yəni Azərbaycanlıları o qədər əmin, özlərində əmin, arxain, Allahsız olurlar ki, onları heç kim fikrindən döndərmə iqtidarına malik ola bilmir. Heç kim. Heç bir müqəddəs, heç bir mömin, heç bir mələk, heç kim onları fikrindən döndərmə iqtidarına malik olmur. O vaxta qədər ki, Allahın özü şəxsən onun qabağına çıxmayacaq. Bax, bu cür kateqoriya Allahsızdan söhbət gedir. Bilirsiniz nələrə? Heç nə ilə onları heç kim yolundan döndərə bilməz. O vaxta qədər ki, şəxsən Allah Ali şəxsin özü onun qabağına çıxmayacaq. Bax, bu cür kateqoriya demonlarıdır. Hiranyakashipu ilə Ravana. Kamsa. Və onlar Allahsızlığın bütün nələrini həyata keçirirlər. Allahsız nə hərəkət edir? Biz sadalaya gəldik. Onlar onları nəyə həyata keçirirlər? Onlar onları maksimal həyata keçirirlər və o istiqamətdə. Onlar azmış ki, Allahsız hərəkətdən həyata keçirirlər. Onlar Allah deyib gedənlərin də həyatını cəhənnəmə çevirirlər. Onların hamısını şişə taxırlar. Onların hamısını məhv edirlər. Bu tərəfi də var. Başa nədir Allahsızlar? 500 il bundan qabaq Chaitanya Mahaprabhu Krishna'nın qızıl avatarası, hansı ki Hare Krishna, Hare Krishna, Krishna Krishna, Hare Hare, Hare Rama, Hare Rama, Rama Rama, Hare Hare mahamantrasını bizə tərənnüm eləməyə, bizə nəsihət eləyir. O burada olanda iki dənə Allahsız qardaşlar vardı. Birinin adı Jagai, birinin adı Madai. Jagai ilə Madai. Və onlar orada təsvir olunur, yazılır ki, onların eləmədiyi günah qalmamışdı. Elə bir günah iş yox idi ki, Jagai ilə Madai onu eləməyiblər. Qadınları, qızları seçib cəmiyyətdən aparıb gizlədib zorlamaq, içki daima sərxoş vəziyyətdə olmaq, uğurluq yol kəsənliyi eləmək, soyğunçuluq eləmək, qumar oynamaq, heyvan əti ilə qidalanmaq, hamısını eləmişlər. Bunların hamısı nədir? Allahsız insanın həyat tərzi, düşüncə tərzidir. Onlar bunların hamısını çox belə necə deyirlər bilən. Həm də eyni zamanda nə idilər? Davakar idilər, hər yerdə dava salırlar, konflikt salırlar. Yəni Chaitanya Mahaprabhu Nityananda, Allah Ali şəxsi gəlir bunların qabağına müasir dövr üçündə deyirəm. Amma əvvəlki dövrlərdə Krishna belə eləməmişdi. Müasir dövrün insanları ölüdülər. Müasir dövrün Allahsızları ölüdülər. Biz, müasir dövrün biz insanları ölü kateqoriya. Niyə görə? Biz ölüyük deyəcəm indi. Ona görə Krishna bunları öldürməyi özünə daha rəva bilmir. Bunlar özlərini öldürürlər. Bunları diriltmək lazımdır əksinə. Ona görə də o Nityananda Prabhu bunlara əllərin cütdür yalvar ki, Tanrı müqəddəs adların tərnüm eləyində. Onda bir dənəsi götürür, küpün qırığını vurur Nityananda Prabhu'nun başına və qanı tökülür sifətinə. Chaitanya Mahaprabhu gəlir, istəyir Sudarshana çakra diskini gətirsin, onun başın bədənindən üsün. Nityananda Prabhu deyir ki, sən dəmir dövründəsən, ey Tanrı. Dəmir dövründə insanların hamısı acizdirlər, onlar hamısı ölüdülər. Buna da öldürməyin iyiliyi yoxdur. Chaitanya Mahaprabhu buraxır onlara, bağışlayır, onlar hər ikisi. Onlar mömin. Sözüm ondadır ki, bax beləcə Hiranyakashipu oğlunu Prahlad, onun oğlu övladı mömin və Həzrət Vişnunun fadaisi kimi doğulur. O da ona işgəncənin bütün formalarını verir. Nə deyə görə ki, çünki o oturub durub Allahın adlarını zikr eləyirdi. İşgəncənin bütün formalarını verir, bildiyiniz nədər. Və o öz, mən demək istəyirəm nədə ki, bax bu cür demonlar, Hiranyakashipu Ravana, bu cür demonlar
maksimum Allahsızlıq eləyirlər və Krishna sonunda öz münasibətini bildirir bu cür Allahsızlığa. İndi biz burada nəyik ki, Hiranyakashipu ilə Ravana ilə müqayisədə biz nəyik ki? Bizim Allahlığımız nədir ki, biz balaca yer kürəsinin üstündə balaca nəyisə üstündə dava eləyə bilərik. 5 manat pulumuz var, nə bilim 1-2-3 kvadratmetre torpağımız var, nə bilim daha nəyimiz var. Biz balaca bir şey, Hiranyakashipu əgər cənnət planetlərindən mələkləri qovub orada ağalıq eləyirsə, biz onun yanında kimi heç kim. Ona görə Krishna, Allah Ali şəxs, bura maksimal səviyyədə, maksimum Allahsızlığın pikinə çatmış bir dənəsi göndərir, gəlir bura. Allahsızlığın pikinə çatmış birisi gəlir. Bütün Allahsızlığın həyata keçirir və Krishna özü nazil olur, ona öz münasibətini bildirir. Mənim münasibətim Allahsızlığa budur. Neynir? Krishna qəzəbli şəkildə peyda oldu. Hiranyakashipun qabağında başı şir bədəni insan formasında Nrisimhadev qoydu dizinin üstünə öz dırnaqları ilə onu cırıqladı bədənin atdığı yerə. Bədənini. Nə ki, bədən konsepsiyası da. Mən bu bədənəm. Materialist Allahsızın nə iddiası nədir? Mən bu bədənəm, mən ruh söhbətini eləməm. Düzdür. O da qoydu onun bədənin dizinin üstündə cırıqladı, cırıq-cırıqladı, tulladı yerə. Bu da sənin bədənin. İndi kimsən? Ravananda Həzrət Ramacandra neynədi? Tikə parça elədi. Kamsan Krishna öz əlləri ilə boğdu. Bildiyiniz nətər? İndi burada da Krishna Allahsız təbiətləri təsvir eləyir, insanın Allahsız təbiətini. Allahsızlığı təsvir eləyir gəldi Krishna. Özlərindən razı, abırsız, var dövlət və saxta nüfuzla aldadılmış. Bildiyiniz nətər? Yalancı ego, güc, məğrurluq, şəhvət, qəzəblə çaşdırılmış. Və s. Krishna sadalayır çoxlu burada. 4-cü şeydən bu tərəfə, 4-cü mətnə. Sonra da özünün reaksiyasını verir ki, mən buna necə baxıram və necə reaksiya verirəm bu Allahsızlığa. Bildiniz? Bu da burada deyir. Paxılları, bədxasiyyətləri, insanların ən düşkünlərini, insanlardan ən düşkünlər. Mən daim maddi mövzuyyət okanına, Allahsız təbiətli müxtəlif həyat formalarına salıram. Yəni, elə Allahsız təbiətli həyat formaları var ki, o imkanı da yoxdur ki, o Allah yadına salsın. İstəsə də o bunu eləyə bilməz. Məsələn, heyvanlar. İstəsələr də onların elə bir imkanı yoxdur ki, Allah onları, Allaha yada salsınlar. Heyvanlar, həşəratlar, quşlar, bitkilər. Allahsız həyat tərzidir bu. İnsan ruhi can, insan bədəndə Allahsız mövqe tutanda onu göndərlər aşağı forma, həyat forma. Baxda insan cəmiyyətinə baxsan elə təbəqə insanlar var ki, hansı ki tayfa şəklində yaşayırlar. Meşələrdə, dağlarda. Onları Allah maraqlandırmır onları. Bu saatın özündə də, əvvəlki dövrlərdə də yaşayıblar. Onları Allah maraqlandırmır. Və müasir dövrün dırnaq arası nəyi? Siz deyin. Darwinizmçiləri belə meşələrdə, dağlarda, mağaralarda yaşayan Allahsız qəbilələrin, tayfaların, insanların rəsimlərini, nə bilim, sümüklərini tapırlar, adını da qoyurlar. İnsan yaranışı elə buradan daşıyıbdır. Nə daha? İbtidai icma qurulur insanlar. Əslində onlar hamısı sivil cəmiyyətin, sivil insanlar yaşayırdı həmən dövrlərdə. Sivil insanlar, onlar yaşayırlar həmən bu cəngəllilərdən, qayaqlardan, mağaralardan qıraqda yaşayırlar. Onlar sivil böyük şəhərlər, böyük sivil cəmiyyət vardı. İnsanlar hündür boylu. Onların sümüklərini tapa bilmirlər, çünki onlar yandırırdılar. Onlar da yandırmaq mədəniyyəti həmişə olubdu. Yandırırlar, atırlar çaya, müqəddəs bir yerə bastırırlar. Amma indi görə bilərik ki, bəzi yerlərdən böyük insan skeletləri tapırlar. Adını da qoyurlar ki, bu şeydir, nə daxil deyin, bu nədir? Gigant insanlar. Gigantlar. Axıra qədər insanın Allahsız dünya görüşü özünün şeyini saxlayır, bilir nədir, statusunu. Gigant isə, gigant insanlar deyirlər, onlar adi insanlar idi. Onlar bizim kimi adi insanlar idi. Sadəcə olaraq onlar o dövrün, mən bu cür yazıram, baxıram ki, altından şey qoyurlar belə, istehza işarəsi qoyurlar. Çünki gigant insan deyil, onlar adi insanlar idi.
Sadəcə olaraq onlar indiki dövr insanları deyirlər. Biz tənəzzülə uğrayıb gəlib olmuşuq 1 metr 80 santimetr, 70 santimetr, 60 santimetr. Amma onların boyu 18 metr idi, 180 metr idi. Sözüm ondadır ki, Allahsız Krishna deyir ki, mən paxılları, bədxasiyyətləri, insanların dəşkünlərini daim maddi mövcudiyyət okeanına, Allahsız təbiətli müxtəlif həyat formalarına salıram Krishna. Maddi enerjinin nəyi var? Belə bir üç qunan, təbiətin üç qunasının, illüzor enerjinin, mayan belə bir taktikası var. O neyini? Birinci, əl-ayağını bağlayır. Bildiniz? Materialistin, Allahsızın. Sonra yavaş-yavaş onun başlayır aşağıya dartmağa. Aşağı səviyyələrə. Daha da aşağı səviyyələrə. Bildiniz? Əgər onun bəxti gətirmirsə ki, onun qabağına bir dənə Allahın mömin bəndəsi çıxsın, ruhani ustad çıxsın, onda onun, belə söz var, onun bəxti gətirmədi, o getdi. Onun maddi enerji, illüzor enerji əl qolunu bağlayır, dartır aşağıya. Üç quna ilə etiraz, cəhalət, xeyirxahlıq. Əllərin, qolların bağlayıb və dartır aşağıya. Aşağı yəni aşağı həyat formalarına, aşağı şuur tərzinə. Bildinizmi? Gedir bu saatda planetin üstündə elə meşələrdə, cəngəlliklərdə yaşayan tayfalar var ki, onlar baxsan görkəmi ilə, dünya görüşü ilə, geyimi ilə, keçimi ilə heç bir sivil insan şeyi vermir. Nə yaxa? Sivil insan effekti yaratmır da. Baxsan ki, tamamilə heyvan kimi bir şeydir. Heyvan kimi yaşayırlar. Onların yadına Allah düşmür. En yaxşı halda təbiət qüvvələrinə sitayiş edirlər. En yaxşı halda. Krishna deyir ki, mən bu cür insanları mənəm deyir, göndərirəm aşağı həyat formalarına. Mən göndərəcəm aşağı həyat formalarına. Bildinizmi? Bu cür Allahsız nitqin düşüncənin, əməllərin, dünya görüşünün, həyat tərzinin nəticəsi olmalıdır. Çünki belə bir möhtəşəm bir qanun vardır ki, Allahsızlar da bu qanunu etiraf edirlər. Nədir? Təsir əks-təsirə bərabər qanunu var. Təsir əks-təsirə bərabər qanunu Newton deyil. Təsir əks-təsirə bərabərdir qanunu Allahın qanunudur. Sadəcə olaraq Newton onun haqqında müəyyən təsəvvürlər söyləyibdir, bildinizmi? Və onun qanunu deyil. Amma Allahsız düşüncə tərzinə malik olanda biz deyirik ki, Newton qanunudur. Newton kimdir ki, qanun yaratsın? Qanunlar hamısı Allaha məxsusdur. Bütün qanunlar hamısı. Bütün qanunlar. Hamısı Allahın qanunlarıdır. Özdə onun sayı hesabı yoxdur. Küllü miqdarda Allahın qanunlarının sayı hesabı yoxdur. İndi biz ikisini üçün tapırıq, kimsə tapıb onun adına yazırıq, şamil edirik. Təsir əks təsirə bərabərdir. Nə tökərsən, onu da biçərsən. Nə tökərsən aşına, o da çıxar qaşığı var. Nə əkərsən, onu da biçərsən özü. Bu qanun karma qanunudur. Düzdür. Ona görə də mənim Allahsız dünya görüşüm, Allahsız hərəkətlərim, Allahsız fikirlərim, Allahsız nitqim, danışığım, Allahsız təbliğatım, bütün bunların hamısı uyğun reaksiya gətirməlidir. Yəni nə? Uyğun reaksiya demək ki, mən kainat qanunvericiliyinə mesaj göndərəm ki, mən Allahsız yaşamaq istəyirəm. Mən Allahsız insan bədəninin ötürü ki, insan Allahı dərk eləsin. Özünü vallahi dərk eləsin. Amma mən insan bədənində Krishna'nın burada Allahsız insana xas olan keyfiyyətləri özümdə inkişaf elətdirməklə yaşamağı seçirəmsə, onda mən kainata mesaj göndərirəm ki, mən Allahsız həyat tərzi istəyirəm. Bildiniz? Ondan da bir dənə güclü əks sada gəlir. Okey. İngilislərin dedi. Bunu göndərirlər. Allahsız, elə bir qəbilələr, elə bir insan tayfaları, elə bir həyat formaları ki, hansı orada Allah, nəinki Allahsız deyil, Allah haqqında təsəvvür də yoxdur. Belə. Cəhənnəm planetləri. Bildiniz? Allah haqqında necə Krishna deyir, Krishna'dan biz nə istəyir, onu da verir. Əgər biz Krishna'yı yada salmaq istəsək, Krishna deyir, bütün imkanları, şəraiti yaradır ki, biz onu daim düşünək. Yox, biz Krishna'yı unutmaq istəyiriksə, Krishna bütün argumentləri, bütün imkanları, bütün vasitələri təqdim edir ki, biz onu elə unudaq ki, bir də tarixən bizim yadımıza düşməsin. Bax, onu Krishna burada deyir. Paxılları, bədxasiyyətləri, insanların düşkünlərini mən, Krishna, daim maddi mövcudiyyət okeanına, Allahsız təbiətli müxtəlif həyat formalarına salıram. Okeanın dibində yaşayırlar. Elə canlı varlıqlar var ki, elə formalar var ki, baxsan adam dəhşət götürür. Amma canlı varlıq da bizim kimi. Allahsız həyat tərzi budur.
Necə ola bəs? Krishna deyir ki, mən göndərəm onun hamısını. Allahsız həyat formaları. Bütün bu insandan aşağı Allahsız həyat formaları var. Təbiətə baxın, necə bir-birinə tim basıb yeyirlər. Şirlər, pələnglər, uzun qulaq və s. Bütün bu heyvanlar aləmi, bunların hamısı Allahsız həyat tərzi, həyat şəraitində. Mən heyvan bədəninə göndərəm də, Krishna deyir onlar. Heyvan bədənlərinə, cəhənnəm planetlərinə, sonra vəhşi qəbilələrdə insan həyatı yaşayır. Oralara daima mən onları göndərəm oralarda doğulmağa. Vəssalam. Bilirsiniz, budur Krishna'nın münasibəti Allahsız təbiətə qarşı, Allahsız insana qarşı. Allahsız insanın da düşüncəsinə baxın hələ. 13-14-15-ci mətnlər baxın hələ. 13-14-15 baxın. Allahsız adam düşünür. Gəlin baxalım görən Allahsız adam deyəndə nəyə nəzərdə tutur? Həmən bu fəslin 13-14-15-ci mətnləri. Allahsız adam düşünür. Bugün mənim bu qədər pulum var və planlarıma görə mən daha da çox qazanacağım. İndi mənim bu qədər var dövlətim var və o getdikcə artacaq. O mənim düşmənim idi və mən onu öldürdüm, başqa düşmənlərimi də öldürəcəm. Mən hər şeyin ağasıyam, mən həzz alanam, mən kamil qüdrətli və xoşbəxtəm. Mən ən dövlətli adamam və mənim adlı sanlı qohumlarım var. Məndən qüdrətli və xoşbəxt adam yoxdur. Mən qurban icra edəcəm, sədaqə verəcəm və beləliklə sevinc içində yaşayacağam. Bu yolla belə adamlar cəhalətin təsavvuruna çəkir. Bu Allahsız adam düşüncə tərsidir. Krishna məsəl üçün Allahsız adamlar deyirlər. Dünya gerçək deyil, özülsüzdür və onu nəzarət edən xüsusi bir ali qüvvə yoxdur. Onlar deyirlər ki, dünya cinsi əlaqəsindən yaranmışdır və onun yaranmasının yeganə səbəbi şəhvətdir. Allahsız adamın düşüncə tərzi. Şəhvətini məmnun eləməkdən başqa ona heç nə maraqlandırmır. Və Krishna da deyir ki, mən bu cür Allahsız düşüncə tərzinə məxsus olanları növbəti həyatlarında göndərəcəm aşağı həyat formalarına. Prabhupada burada deyir. İnsan Allahsız dünya görüşünə malik ola bilər. İnsan Allahsız nitqə, düşüncəyə, əməllərə malik ola bilər. İnsan düşünə bilər ki, mən istədiyimi də eləyəcəm. Baxın, Şila Prabhupada deyir. Deyir ki, bundan qabaqki 18-ci mətnin şeyində deyir. Baxın hələ, 18-ci mətnin izahında deyir Şila Prabhupada. Baxın, deyir ki, Allahsız adam fikirləşir ki, gücdə, qüdrətdə və var dövlətdə heç kəs ona tay ola bilmədiyinə görə, gücdə, qüdrətdə var dövlətdə heç kəs ona tay ola bilmədiyinə görə istədiyi kimi hərəkət edə bilər və heç kim onun qarşısını ala bilməz. Əgər onun bu istəyinə mane olan düşməni varsa, onu məhv etmək üçün planlar qoyur. Gördünüz, Allahsız adamın düşüncələri. İstədiyi kimi hərəkət eləmək. Mən istədiyim kimi hərəkət eləyə bilərəm. Heç bir ali nəzarət, hansısa ali qanun və mən heç bir hansısa bir məsuliyyətimdən söhbət gedə bilməz. Mən necə istəyirəm, o cürdə yaşayıram. Allahsız adam düşüncə tərzidir. Düzdür? Belə eləyə bilər. Lakin, burada deyir ki, Şila Prabhupada deyir, bugünkü bəytəndə deyir. Allahsız adam Tanrının ali hakimiyyətini qəbul etməyib, istədiyi kimi hərəkət edə bilər. Onun növbəti doğuluşu onun öz istədiyindən asıl olan deyir, Allah ali şəxsin qərarından asıl olacaqdır. Bu həyatında Allahsız adam istədiyi kimi mən nə istəyirəm, o cür giyinirəm. Paltarın soyunur, lüt gəzir, məsəl üçün, bugünkü gündə. İstər qadın, istər kişi. Mən əcəb edirəm. Sən kimsən? İstədiyim kimi qidalana bilər. Heyvanların sağa sola başını kəsirlər ki, bizə icazə verilibdir, vəssalam. Bizim kitabımız bizə. Heç bilmirsən, heç bu adam kitabın hansı tərəfdən açıldığından xəbər yoxdur. Hansı tərəfdən açılır? Quran. Heç bilmir o. Heyvanların başını kəsib dökürlər. Qadınların hamısını, paltarlarını soyundub eləyib şəhvət obyekti. Adını da qoyub ki, biz qadınla kişi hüquq bərabərliyi söhbətini eləyirlər. Düzdür? Deyir, insan istədiyi kimi hərəkət elə bilər. İddia elə bilər ki, mən azadam. Mən azad, ölkənin azad vətəndaşıyam.
Nə cür istəyirəm o cür giyinirəm, nə cür istəyirəm o cür qidalanıram, nə cür istəyirəm o cür danışıram, nə cür istəyirəm o cür düşünürəm, nə cür istəyirəm o cür hərəkət eləyirəm, nə cür istəyirəm o cür də yaşayıram. Mən heç kim göstəriş verə bilməz. Müasir gənclər bu əhval-ruhiyyədə yetişirlər yavaş-yavaş. Burada deyir ki, sen bu hayatında bunu eləyəsən, düzdür? Amma yadından çıxartma ki, bunların hamısı nədir? Bunların hamısı bir həyatda sənin nədir? İmkan verilibdir. Sən istədiyin kimi eləyəsən. Bu bir sən o supermarket məsələsini deyəcəm ki, supermarkete girirsən, puf, küllə aləm rəngarəng şeylər dolubdur. Bir dənə də əlavə araba verirlər, deyir get yığ, doldur arabanın ağzına qədər. Amma yadından çıxartma ki, ora girəndən sonra geriyə çıxış elə qoymuşuq ki, hökmən kassanın yanından keçəsən. Yəni ödəniş var. Bunu da burada deyir ki, Allahsız adam Tanrının ali hakimiyyətini qəbul etməyib istədiyi kimi hərəkət edə bilər. Onun növbəti doğuluşu onun istədiyi deyil. Allah ali şəxsin qərarından asılı olacaq. Bildin? Yəni sən bir həyatında Allahsızlıq elədin, amma sən ölüm anında bədəni tərk eləyəndə sən qərarı sən verməyəsən hara gedəsən. Allahsız adam deyir, mən inanmıram. Mən inanmıram nə ölüm anına, mən nə ruha ki, mənim ruhum çıxacaq ki, barasa imtihan verəcək. Sonra onu deyir, inanmıram. Düzdür, deyər ki, inanmır. Düzdür. Hamına sübut dəlil göz qabağındadır. Nətər inanmırsan? Göz qabağındadır. Bu müasir dövrdə, indiki zamanda, məsəl üçün, elə insanlar var ki, çox ağırlı, istirablı bir dənə həyat keçirdir. Psixoloji çətinlikdir, fiziki çətinliklərdir, belə istirab içindədir, əməlli başda. Zülüm çəkir. Düzdür? Və o özünə kömək elə bilmir, kənardan da kim ona kömək elə bilmir. Bu nə deməkdir bəs? Bu hardan çıxıbdır bu? Bütün insanın, bax, müasir dövrün insanlar, bax, elə bir həyata düşür ki, özündən asılı olmayaraq onu yaşamaq məcburiyyətindədir o cür həyata, bildiyin. Depresiya düşür. İstirabı məruz qalır cürbəcə. Və bunlar hardandır? Yaxşı. Sən inanmırsan, yaxşı. İnanma. Nə ruha inan, nə Allaha inan, nə Allahın bədəni tərk edəndən sonra insanın Allahsızlığına verdiyi reaksiyaya inan, verdiyi mükafatlara inan. İnanmırsan. Amma bu həyatında belə insan nə olur? İtə dönür. Növbəti həyatında. Belə məsələ çoxlu insanlar var ki, onlar istirab çəkir və istirabı ilə heç nə eləyə bilmir. Məcbur da onu yaşasın. Nalə çəkir, aman təpir, nalə təpir, aman təpir. Qışqırır, səs-küy salır, dava salır. Ədalətsizliyə düçar olduğunu qışqırır, başa üstünə tərir. Və heç bir elə bir çıxış yolu da tapa bilmir. Və bu hardan olur, yaxşı? Bu deyir ki, sən biganə qaldın, insanlara, onların problemlərinə və özünün Allahsızlığı qabartdın, yaşadın. İndi də sənə biganədir hamı. Hamı sənə biganədir. Elə bir ki, bu qalıb belə ortada sahibsiz, yəsiz özünü hiss edir. Yəni, sən inanmamağınla deyir ki, bax, gör, göz qabağında yüzlərlə, minlərlə dəlillər var. Ki, insan nə qədər istirablı həyatda düçar olur və oradan heç bir çıxış yolu tapa bilmir. Heç nə edə bilmirim. Sadəcə olaraq məcburdur onu yaşasın. Bildinizmi? Bizim məcburiyyət altında yaşamağımız nə deməkdir? Bu deməkdir ki, sən eləyirsən, amma nəticə sənlik deyil. Nəticə sənə təqdim olunacaqdır. Təqdim olunacaq, gələ, bax, budur. Budur. Sən Allahsız həyatı, nəticəsi, bax, budur. Və sən o nəticəni götürəndə neyirsən, sən seçmirsən, sənə seçmək qabiliyyəti verilmir. Nəticə verilir və sən onu götürüb gedirsən, başlasan yaşamağa. Ona görə də görün biz nə qədər cahil olmalıyıq ki, iddialı, buna deyirlər, bax, Allahsızlıq buna deyirlər. İddialı olasan ki, özüm bilərəm. Nə istəyirəm, onda giyinirəm. Nə istəyirəm, onda yiyirəm. Nə istəyirəm. Bu insanın bu müstəqilliyi ancaq başqalarının yanında ola bilər. İlahi qanunların qarşısında insanın heç bir müstəqilliyi yoxdur. İnsan tamamilə asılıdır, 100%. Asılıdır. Bu görə biz Allahdan asıllığımızı rədd eləyəndə, bildiyiniz nədir? Allah başqa bir qisimdə, qafiyədə
Düz qiyafədə üzr istəyirəm. Başqa bir qismdə, başqa bir qiyafədə çıxır bizim qabağımıza. Nətər? Şeytan qüvvələri kimi, illüzor enerji, maya kimi çıxır. Okey. Necə ki, məsəl üçün, dövlətin qanununa tabiçilik göstərməyən insanı nətəri tabi elətdirirlər? Həbsxanaya atırlar. Deyirlər, gəbra, indi tabi olasın. Azad olanda könüllü sürətdə tabi olmurdun, düzdür? İndi gör səni necə tabi elətdirəcək? Bax, görün, girir, düşür orada polisin dubinkasının altına, onu orada başa salırlar ki, necə tabi olmaq lazımdır qanuna. Könüllü olmadın, indi səni bu cillətdirəcək. İndi də biz ilahi qanunlara könüllü tabi olmuruqsa, biz deyirik ki, mən o qısa azacıq cüzi müstəqilliyimizdən su istifadə edir ki, mən özüm bilərəm, necə istəyirəm, o cürdə giyinirəm. Lüt giyinib çıxır küçəyə. Lüt bədənlə. Nə istəyirəm, yiyirəm. Mundar olmuş heyvanın, donuz əti, nə bilim, daha nələr, bilmir kim pişirib, kim kəsib, kim öyle, götür yiyir. Nə istəyirəm, yiyirəm, özüm bilərəm. Nə cür istəyirəm, bədənimdən istifadə edirəm. Özüm bilərəm. Yəni, öz bədəninə nə edir? Paxıllıq edir, öz bədəninə şəhvani yanaşır. Amma axı qanun var, təbiət qanunu var, düzdür? Təbiət qanunu var ki, təsir əks təsirə bərabərdir. Nə əkərsən, onu da biçərsən. Nə tökürsən aşına, o da çıxacaq qaşığına. İndi əgər insanın, belə insan, Allahsız təbiətli insan, qaşığına çıxanlarla razı ola bilmir. Bunlara üsyan edir, protest edir. Yox, mən bunlara layiq deyiləm. Mən bundan artığına layiqəm. Və bundan sonra o gedir daha da acınacaqlı hərəkətlər eləyir. Taleyin acığına, hökumətin acığına, son nəticə Allahın acığına və daha da acınacaqlı hərəkətlər, qanun pozğuna yol verir ki, bu cür ədalətsizliyi neynəsin, həyatından yığışdırsın. Onda nə baş verir? Bu vəziyyətini biraz da ağırlaşdırır. Bax, burada Krishna deyir ki, paxılları, bəsxəsiyyətləri insanların düşdülərini mən daim dayanmadan, maddi mövcud okeanına Allahsız təbiətli müxtəlif həyat formalarına salıram. Bax, belə baş verir. Bildiniz? Allahsız insan növbəti həyatda elə reaksiyalar alır ki, o bir dənə bunda böyük ədalətsizlik görüb səsi aləmə düşür. Biraz imkanı olursa o başlayır bütün özünün bu və ya digər imkanlarından istifadə edib ədaləti bərpa etməyə. Bildiniz? Şimdi mən buna layiq deyirəm, mən bundan artığına layiqəm. O zaman o bütün qanunların hamısı daha da artıqlaması ilə pozur. Oğurluqla, fırıldaqla, yalançılıqla, soyğunçuluqla, çoxlu var dövlət toplayır özünə. Belə insanlar vardı bu saat gündə. Amma o bilmir ki, özünün vəziyyətini bax bu cür nə ilə hərəkət, Allahsız hərəkətləri ilə ədaləti bərpa etmək dırnaq arasında. Bunun vəziyyətini hələ indiki olduğundan da qat-qat çətinləşdirir. O bunu bilmir, onun buna inamı da yoxdur. Hələ inamsızlığın ücbatından bu günə düşüb. Bildiniz nədir? Amma biz qəti şəkildə bilirik ki, təsir əks təsirə bərabərdir. Biz qəti şəkildə bilirik ki, nə əkəcəksə onu da biçəcəyik. Bildiniz? Nə tökəcəksə aşımıza, o da çıxacaq qarşımıza. Biz bunu qəti şəkildə bilirik. Və biz başa bilməliyik ki, bizim istənilən hərəkətimizə, düşüncəmizə, əməllərimizə reaksiya gələcəkdir. Krishna da burada deyir, mən eləyəcəm ondan. Mən eləyəcəm ondan bunu. Başa düşdünüz? Krishna deyir, mən eləyirəm. Nə edirəm? Paxılları, bədxasiyyətləri. Bədxasiyyət. Xasiyyəti, bədxasiyyət nə deməkdir? Bunun xasiyyəti ilahi qanunlara uyğun gəlmir. Bu xasiyyəti ilahi qanunlara zidd xasiyyətə malikdir. Xarakterə malikdir. Bildiniz? Həlim deyir, qəddardır. Düzgün deyil, o yalancıdır. Rəhimlidir, nə? Zorakılıq törədəndir, cəllatdır. Və s. Bu bədxasiyyətlər də hamısı. Bildiniz? Başqalarına qarşı münasibətdə biganədir onların istirablarına. Və s.
və paxıllığından bədxasiyyət olanları, insanların ən düşkünlərini. Düşkün insan nədir? Düşkün insan nədir? Düşkün insan özünün ruhi mövqeyindən düşən insana deyirlər. Düşkün sözündə düş sözü var. Yəni ruhi mövqeyindən dayanmadan düşə-düşə gedir aşağı. Aşağı düşür. Cismani konsepsiya ondan da aşağı. Bildiniz? Var dövlət düşkünü, ha? Şan şöhrət düşkünü, mövqe düşkünü, pul düşkünü, cinsi əlaqə, seks düşkünü, içki, spirtli içki, bihuş edici maddələrin düşkünü, sonra bilik, materialist bilik əldə eləməyin düşkünü, materialist və s. Bunlar hamısı düşkün. Çünki bu bunun aludəçisidir. Aludəçisi. Düşkün həm də o deməkdir. Aludəçidir. Aludədir bu şeylərə. Krishna deyir, mən onları göndərəcəm maddi mövcud okeanının Allahsız təbiətli müxtəlif həyat formalarına sadım. Daim maddi mövcud okeanında qalacaq o. Belə, bu Bhagavad Gita'nın 16-cı fəslinin 19-cu mətni idi. Bu Allahsız təbiətlərin təsviri o qədər müasir dövrdə o qədər aktualdır ki, aktualdır niyə? Çünki bizim hal-hazırda yaşadığımız müasir sivilizasiya bizlər, dəmir dövrünün biz insanları, biz real gözün əsl mənasında müqəddəs yazılardan bir xəbəri olanlarda deyir, onlara əməl eləmirlər. Bildinizmi? Əməl eləmirlər. Gözləyirlər ki, kimsə bir dənə xilaskar gəlsin, bizim günahlarımızı neyləsin, üstündən xət çəksin. O birisi günahkarların da hamısını qanuna telid eləsin. Bildiniz nətərim? Öz üzərinə məsuliyyət götürə bilmir, öz iradəsindən məhrum olubdur. Ona görə biz Bhagavad Gita'nın mətnlərini neçün oxuyuruq? İndi biz Allahsız təbiətə gəlib çıxmışıq, Allahsız mövqe tutmuşuq bugünkü gündə. Şiçaytani Mahaprabhu həddindən artıq sonsuzluq dərəcədə mərhəmətli Tanrının nədir? Qızıl avatarasıdır. 500 il bundan qabaq o gəldi. İndi Krishna Arjuna'ya Bhagavad Gita'nı danışmaqda məqsədi nədir? Ki Arjuna nə olsun? Mömin olsun, yox. Arjuna müdrik olsun, yox. Arjuna getsin, otursun, meditasiyayla məşğul olsun, yox. Arjuna tərk dünya olsun, yox. Arjuna filosof olsun, yox. Yox. Ne üçün bəs? Bunlar ki Arjuna dursun, getsin, başlasın döyüşmə. Çünki Arjuna cəngavərdir. Arjuna kşatridir, döyüşçüdür. Dursun, getsin, döyüşsün Krishna, nə? İradəsini həyata keçirsin. Və Arjuna da bunu eləyir. Krishna qulaq asın olsun. İndi biz Arjuna'nın dediklərinin hamısı bizə aiddir. Krishna'nın Arjuna dedikləri, Arjuna'nın verdiyi suallar hamısı bizlərə aiddir. Biz həmən Arjuna'nın balaca nə formalarıyıq? Balaca Arjunalarıq. Bilirsiniz mi? Ona görə bizim üçün bəs Bhagavad Gita ne üçündür? Biz bu şeyləri üçün oxuyuruq? Üçün analiz edirik? Ona görə ki biz Bhagavad Gita'nı bilək, Allah'ı tanıyaq, özümüzü tanıyaq. Xeyr. Bunların heç birinə biz qadir deyilik. Bizim bunun iktidarında deyilik. Biz həddindən artıq düşkün canlarıq. Maddi dünyanın düşkün canlarıyıq. Ki dəmir dövründə gəlib doğulmuşuq. Kali Yuga. Kali Yuga rajdat adni nigadiyaya. Kali Yuga Kala Shudra Sambhava. Bildiğin Kali Yuga'da ancaq şudralar doğulur. Aşağı səviyyəli insanlar. Ama biz ne üçündür? Bizə bu verilir ki, Tanrının hal-hazırki dövrdə elan elədiyi Kurukşetrada iştirak edir. 5000 il buna qabaq ki, Kurukşetrada Arjuna iştirak elədi. 18 günü 640 milyon insan qırdılar töklə yerə. İndiki Kurukşetra başqadır. İndiki Kurukşetra əvvəlkilər çünki hamısı cəngavər idilər. Amma indi hamı aciz və cılızdılar. Aciz və cılız, düşkündülər. Biz hamımız aciz, cılız və düşkün kateqoriyasındayıq. Dəmir dövrü insanlar. Ona görə Chaitanya Mahaprabhu bizi öldürmək missiyasında yoxdur. İndiki dövrün Allahsızlarını öldürsün. Öldürmür. Chaitanya Mahaprabhu deyir ki, o Allahsız özünü öldürübdür. Mən indi onu diriltməyə gəlmişəm əksinə. Nə ilə öldürübdür? Özünün cismani, materialist düşüncə tərzi ilə. Materialist nə deməkdir? Ruhunu bastırıb o. O ruhunu bastırıb. Ruh da mənəm də. Sən onu bastırandan sonra ölürsən də. Ölü bədən qalıbdır. Baxır, müasir sivilizasiya ancaq bədən üçün işləyir. Düzdür. Bədəndə bu ruh bunun içində olanda da olmayanda da bədən ölüdür. Razısınız? Maşın içində sürücü olsa da, o sürücü olmasa da, maşın ölü bir də material. Düzdür? Hə. Bədən də bax belədir. Bədən ölü materialdır əslində.
Beden materiyadır, maddiyatdır. Yani mürekkep bir mexanizm. Ruh bunun içinde olanda da olmayanda da her iki halda bu beden ölüdür. Sübut. Bizim daima qocalıb əldən üzülüb getməyimiz. Əpriyə-əpriyə gedir insan bədəni. Ölə-ölə gedir daha. Bir axırıncı moment ölümün nöqtə qoyulur ki, indi çıx içindən bu. Deməli bu ölüdür də, elə deyil, elə ruh içində olanda da. Ruh çıxandan sonra da nə olur? Bu başlayır çürüyüb dağılıb getməyə. Hər iki halda bu bədən ölüdür. İndi əgər mənim həyat konsepsiyam, həyat məqsədim, məramım, dünya görüşüm, düşüncə tərzim, dəyərlər sistemim ancaq bu bədənin üstədir, müasir sivilizasiya kimi. Ancaq bu bədənin üstədir. Ruhun rifahı deyilən şey mənim həyatımda yoxdur. Bildiniz? Buna deyirlər, buna da ölü. Buna deyirlər ölü. Biz ölüyük. Bildiniz? Gəzən ölülər. Ona görə də Çəytən Mahaprabhu deyir ki, bunlar özlərini öldürüblər də. Mənim də bunlar nə öldürüm? Bunlar diriltmək lazımdır. Nə? Harer nama, harer nama, harer nama ve keyvalam. Klao nastiva, nastiva, nastiva gatiranata. Ona görə də ən maksimum dərəcədə Allahsızlıq eləyən caqa ilə madhayı Çəytən Mahaprabhu öldürmək istəyəndən imtihandan da qoymur. Öldürmürlər onları. Onlar onu bağışlayırlar. Həmən dəqiq onlar təmizlənir. Hər ikisi olurlar Çəytən Mahaprabhunun hərəkatının üzvləri. Başlayırlar Çəytən Mahaprabhunun dalca gedib Hare Krishna oxuyurlar. Ona görə də biz indi nə qədər Allahsızlıq eləmişiksə, indi eləyirik, eləməkdə davam ediriksə, Çəytən Mahaprabhu gözünü yumur, deyir, niçi vorus demişsən, eybi yoxdur, əcəb eləmişsən, əcəb eləsin, üzün ağ olsun. Bax, indi gəl, mən çox sadə təklifimi qəbul elə ki, mən səni bu Allahsızlıqdan çıxardım, sən dirildim, sən özü öldürmüsən və öldürə-öldürə də gedirsən. Nədir? Deyir ki, müqəddəsatlar tərnüm ilə küçüb Çəytən Mahaprabhu bütün planetin böyük şəhərlərin, ölkələrin, küçələrinə neynir? Krishna gəzir. Nə formada? Özü müqəddəsatlar formada. Hare Krishna, Hare Krishna, Krishna Krishna, Hare Hare, Hare Rama, Hare Rama, Rama Rama, Hare Hare və salam. Bunu tərənnüm eləyin deyir. Yerdə qalan hamısını mən həll edəcəm. Bildiniz? Sizin bu Allahsız dünya görüşünüzdən mən nəsə bir ölçü götürəcəm. Amma siz bunu tərənnüm eləyin, qəbul eləyin həyatınıza. Və salam. Biz Bhagavad Gita'nı bunun üçün oxuyuruq. Çünki bizim materialist ağlımızın yüzlərlə, millərlə argumenti var. Arjuna'nın argumentləri necə sadalır Krishna ki, gəlib döyüşməsin. Elə də bizim küllü miqdarda argumentlərimiz var ki, biz Hare Krishna mantrasını oxumayaq. Bizim dini milli mənsubiyyətimiz var ki, bu bizim deyil, bu Hindistandan gəlib, Hindistanlıların Allahıdır. Biz Türk'ük, dinimiz də nədir? Müsəlmandır, İslamdır. Sonra bizim vaxtımız yoxdur. Sonra biz məşğuluq həddindən artıq çox. Ciddi şəkildə məşğuluq, ciddi işlərlə məşğuluq biz çox. Avtomobil kəşf edib yaratmışıq çoxlu, küllü miqdarda, telefonlar, aparatlar. Bizim vaxtımız yoxdur. Bu qədər böyük şəhərlər salmışıq. Başımız qarışıqdır orada işlərlə. Bizim ailəmiz, uşaqlarımız çoxdur. Pul qazanmağa başımız qarışıqdır. Pul qazanıb ailəni saxlamaq lazımdır. Düzdür. Və s. Bizim küllü miqdarda nələrimiz var? Nəyimiz var? Kontur argumentlərimiz var ki, biz bu Hare Krishna mantrasını rədd eləyək. Qəbul eləməyək. Buna görə də Şrila Prabhupada, Bhaktivedanta Swami Şrila Prabhupada Bhagavad Gita'nı qoydu ortalığa ki. Bhagavad Gita'nı oxuyun, görəsiniz ki, sizin argumentləriniz əslində nə dərəcədə tutarlıdırlar, kontur argumentləriniz. Bax, biz buna görə Bhagavad Gita'nı oxuyuruq. Bu qədər. Mən burada dayanıram, Bhagavad Gita'nın dəyərli dinləyiciləri. Kimisə sual olsa, kimisə nəsə bir iradə olsa, nəsə aydın deyil, buyursun, Tanrı mərhəmət sayəsində çalışaraq izah eləyək. O belə, bu 19-cu mətni idi, qarşıda gəlir Krishna 20-də, 21-də, 22-də, 23-də özünün reaksiyasını verəcək. Allahsız düşüncə tərzinə, Allahsız dünya görüşünə, Allahsız insan əməllərinə öz reaksiyasını. Bugünkü oxuduğumda reaksiyanın birincisini dedi. Deyir ki, Tan aham dvishata kruran samsareshu naradaman kshipami acasram aşuban asurish eva yonishu. Paxılları, bədxasiyyətləri, insanların ən düşkünlərini mən daim maddi mövcudiyyət okeanına, Allahsız təbiətli müxtəlif həyat formalarına salıram.
Növbəti beytdə bunun davamı gedəcək ki, daha hansı cəzalar gəlir. Belə. Hare Krishna.